Bu isə bizim, bax, o gün düzəltdiyimiz yağ pecimizdir. Baxın. Bu bunun pec hissəsi, bunun demoxod hissəsi, bunun bu krişkası, yağ baçokunun krişkası. Baxın. Bunun yağın buradan açılmaq getməyi bax. Açılmaq getmək üçün. Bu hava fanımız. Bu kodunu verirəm, baxın oradan, baxın. Baxın. Pıl kimi yanır, bax. Gördünüz. Kodun buradan azal. Bu fanımız, turbası, bunun yağ tökülən baçonkası. Maşallah, istiliyinə bax. Bu da pul kimi yanır. Kimə lazım olsa əlaqə saxlayın. Bunun bu şəkildə olanı 300 manatdır. 300 manatdır hardasa. Otağımız nə boydadır şaka bura? Neçə kvadratdır bura? Neçə kvadrat eləyir? Baxın yanmağına. Stilinə baxın. 50 kvadrat. 50 kvadratlığı qızdırmaq üçündür. Normaldir, baxın. Bax yanmağına bax, kodun verirəm. Burada fanımızdır, bax. Yağ bir dənə çətinə alışıncadır. Yağ yanandan sonra buna nə qədər kod verirsən, bax. Aloydu, bax. Pul kimi yanır. Kimə lazım olsa əlaqə saxlayır. Buradan sizə yağ aç geçsin, bax. Yağa bax. Buradan yağ gedir, görürsünüz. Bağla. Yanmağına bax, yağ qızışıncadır. Çətinə qızışandan sonra istədiyin kimi yanacaq. İstəyirsən buradan kodunu al, fanın kodunu al. Maşallah, əla. Hələ tam qızışmayıb. Yəni çətinə bir 10-15-də bilərsiniz də, 10-15 dəqiqə işləyib qızandan sonra səliqəli şəkildə. İnşallah vaxtımız yoxdur, işimiz çoxdur. Öz seximizə düzəltmişik indi bunu. İnşallah boş vaxt olanda uşaqlar indi qıraq-qıraq kəsəcək. Bu formada rəngləyəcək, qəşəng səliqəli aparatın olacaq. Baxın, pudumanı qəşəng. Sonra bir də qabağının qapısı olacaq. Qəşəng pudumanın qapısı olacaq. Hələ vaxtımız yoxdur, işimiz çoxdur.